Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibin tahirin el masumin el mükerremin siyumel hucce beqiyetillah fil aradin ruhi ve ervahul alemin li turab maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul ukdeten min lisani yefkahu kavli. Keçən söhbətlərdə qeyd elədik ki, insanın ən müxtəlif ehtiyacları var və insan ehtiyacları yalnız səthi üzdə olan ehtiyaclarıyla məhdudlaşmır. İnsan ancaq öz minimum ehtiyaclarına diqqət edirsə, onlara baxırsa, özü də cılızlaşır, kiçilir. İnsan nə qədər öz vücudunun dərinliyinə baş vurur, daha dərin ehtiyaclar içində kəşf edir və onlar haqqında düşünürsə, o qədər böyüyür insan. Yox, əgər sadəcə yemək, içmək, cinsi tələbat və digər ehtiyacların üzərində fokuslanırsa, bu insanın minimum ehtiyaclarıdır və insanın da dəyəri aşağı düşür bu ehtiyaclara yönəlməklə. İnsanın daxilində çox demişik, bu barədə çox danışmışıq. Daha dərin ehtiyaclar var, mənəvi ehtiyaclar var, insanın sevgiyə ehtiyacı var, insanın mənəvi, ictimai mövqeyə çatmağa ehtiyacı var və s. İnsan böyüdükcə bu ehtiyaclarına diqqət eləməyə başlayır. Sevmək, sevilmək ehtiyacı maddi ehtiyac deyil, atifi, hissi, duyğusal ehtiyacdır. Onu da bəzən məhdudlaşdırır dostla, tanışla, ailə içində sevilməklə. Bəziləri isə istənilən ehtiyacı ən nəhayət həddə qaldırır. Sevilmək yaxşıdırsa, Yaradan tərəfindən sevilməyi seçir. وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلّٰهِ. İman gətirənlərin Allaha sevgisi daha şiddətlidir. İnsanın daxilində estetik duyğu var, gözəllik hissi var, gözəllik ehtiyacı var. Bu gözəllik ehtiyacı səbəbindən insan bir gözəl təbiət mənzərəsi görəndə ondan zövq alır. Amma bu istək insan daxilində ona görə qoyulmayıb ki, təkcə təbiət mənzərəsi ilə kifayətlənəsən, gözəl bir gül görəndə ondan zövq almaqdan kifayətlənəsən. İnsan üçün mənəvi gözəlliklər var. İnsan o mənəvi gözəllikləri seyr etməkdən zövq almalıdır. Bu ehtiyac ona görə onun daxilində qoyulub. Allahın ayəsi olan, nişanəsi olan insanlar var. Onları tanımaq, onları seyr eləməkdən insan zövq almalıdır. İnsanların böyük bir qismi özünü tanıya bilmir. Öz daxilində olan ehtiyacların çoxundan xəbərsiz yaşayır. Və sadəcə bir ömür faciədir bu doğrudan da. İnsan cəmi 5-10 ehtiyacını təmin etməklə məşğul olur. Ömrünü buna sərf edir, buna xərcləyir. Amma insan içəri getdikcə görür ki, ehtiyacları da böyüyür, dərinləşir. Əgər gözəllik ehtiyacı varsa, insan gözəllikdən zövq alırsa,
dərinə getdikcə görür ki, insan ruhu üçün gözəl, mənəvi, görməli mənzərələr var. Bilirsiniz, bu təsbih deyirik, Subhanallah, Subhanallah, Subhanallah. Bunu biz rəsmi tərcümə eləyəndə deyirik ki, Allah pakdır. Amma ariflər belə tərcümə eləyir. Deyir, namaz halında məsələn, insan ilahi feyzi görür, Allahdan seyr eləyir, Allahı müşahidə eləyir və qəddi bükülür, deyir ki, Subhanallah, yəni ilahi nə qədər gözəlsən. Bu gözəlliyin etirafıdır, o gözəlliyin dilə ötürülməsidir, bədən hərəkətləri vasitəsilə ifadəsidir. Rükû, səcdə bu zərurətdən doğur.